Salam dostlar, biologiya dərsimiz Xıdırlı kəndində davam edir. Biz zoğ və tumurcuq haqqında öyrənəcəyik. Üzərində tumurcuq və yarpaq olan gövdənin cavan hissəsinə zoğ deyilir. Zoğun yarpaq və tumurcuq birləşən hissəsi buğum adlanır. İki buğum arasında qalan məsafə buğum arası adlanır. Zoğ üzərində yerləşməsinə görə tumurcuqlar təpə, əlim bir qədər çatmır, təpə və yan tumurcuqlara ayrılır. Zoğun uc hissəsində yerləşən tumurcuq hansı tumurcuqdur? Təpə tumurcuğudur. Yan tumurcuqlar yarpaqla gövdə arasındakı yarpaq qoltuğunda yerləşir. Fikir verin buna. Kökün və ya yarpağın üzərində inkişaf edən yan tumurcuqlara əlavə tumurcuqlar deyilir. Tumurcuğun üzərini onu xarici təsirlərdən örtən pulcuqlar yerləşir. Bu pulcuqlar şəklini dəyişmiş yarpaqlardır. Burada biraz, bu hissəyə baxın. Əgər tumurcuğun daxilində rüşeym halında gövdə, yarpaq və tumurcuq başlanğıcı olursa, onu vegetativ tumurcuq adlandırırlar. Baxın, deməli bu tumurcuq hansı tumurcuqdur? Vegetativ tumurcuqdur. Bəzi tumurcuqların içərisində çiçək başlanğıcı olur. Bu tumurcuqlar nisbətən iri və yumru olur. Onlara isə generativ tumurcuq deyilir. Ancaq bax, bu sizin görüntüdə gördüyünüz tumurcuq isə hansı tumurcuqdur? Vegetativ tumurcuqdur.